Alo, hə, heç vaxt sənə ərimi vermərəm. Eşidirsən məni? Heç vaxt vermərəm. Hə, belə dedi, hə. Qonşu deyib, hə. Hə, ərin ikinci arvadına. Hə. Can. Hə. Hə, bir qulaq as mənə, qurban sənə ərimin sevgilisi. Başıma dönərəm sən. Bu həftə bizi toya çağırıblar. İcazə ver bu həftə gəlsin evə. Biz toya gedək, tək getməyim də mən. Hə, can, sənə qurban olaram. Necə anlayışlısan, başıma dönərəm sən. Hə? Hə, gəzməyə gedəcəksiniz. Hə, hara gedəcəksiniz? Hə, Yasəmənlər çıxıb, hə. Hə, bu həftə sən mənə ver, mən toya gedim, bacı, tamam mı? Hə, gələn həftə sən gedərsən Qəbəliyə. Hə, gedərsən. Onda icazə verirsən, o bir həftədə mənə Qubuya aparsın, uşaqlarla gedəcək. Tək getməyəcəm, qorxma. Hə. Yo, mən çox xoşbəxtəm. Çox xoşbəxtəm ki, sənə kimi anlayışlı ərimin ikinci arvadı var. Can. Hə, yo, biz yaxşı yola gedirik. Hə, yo, qorxma, mən deyildim. Qonşu deyib əriniz ikinci arvadına. Yo, mən çox xoşbəxtəm. Hansı yaxşılığımın qarşılığısan, qabağıma çıxmısan. Hə, biz yaxşı yola gedə bilirik. Yo. Narahat olma. Gedin gəzin, cavanlığınızı yaşayın. Hə. Əşəhəyi, hə, siz gedin gəzin qurban sən. Prosta sən qoy, bu həftə gəlsin. Hə, mənlə toya getsin, qoxum toydu da, baxma. Oradan nəsə deyərlər. İndi cəmaatın ağzı torba deyil ki, bükəsən. Hərə bir söz deyir. Hə, ay qız, sən qoy. Sonra gələn həftə sən gedərsən Qəbəliyə. O bir həftədə icazə versən, gələr uşaqları mənə götürüb aparır rayona. Hə, yaxşı, bacı, qurban olsun sənə. Öpürəm səni, bacı. Özünə yaxşı bax, qurban sənə. Sağ ol, bacı, sağ ol. Allah hər kəsə sənə kimi ikinci arvad qismət eləsin. Hə, yaxşı, bacı, sağ ol, bacı, sağ ol.